Salam dostlar. Bu qızların axırı hara gedir? Dostlar, bundan sonra kanalımda paylaşdığım videolardan xəbər tutmayanlara demək istəyirəm ki, mənim WhatsApp kanalımı izləyə bilərsiniz. Elə bilin ki, YouTube'da video paylaşan kimi həmin videonun linkini WhatsApp kanalıma atacağım ki, sizin xəbəriniz olsun. Bir çox adam şikayət edir ki, xəbərimiz olmur yeni videolardan. Ona görə WhatsApp kanalımı izləyin. Həm də Instagram, Facebook, YouTube, TikTok tamam ayrı-ayrı şeylər paylaşıram bu səhifələrimdə. Yəni buralara nə paylaşıramsa hamısını bir yerdə WhatsApp kanalıma paylaşacağım. Bir sözlə WhatsApp kanalımı izləməklə bir daşla 4 kuş vurmuş olacaqsınız. İzləyənə də təbii ki, bildirişləri mütləq açın. Linki də açıqlama bölməsində və karta yerləşdirmişəm. Mövzuya keçməmiş deyim ki, Azərbaycanda və Rusiyada yaşayan soydaşlarımız bilsin ki, aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Siz Çindən ucuz qiymətə yeni avtomobillər və digər nə varsa hamısını bizim sayəmizdə topdan şəkildə sifariş eləyə bilərsiniz. İnşaat malları, tibbi avadanlıqlar və digər nə istəsə, Çində nə istəsə olunur, zavodlardan, fabriklərdən alıb sizə göndərə bilərik. Videonu sona qədər izləyin, sonra şərh yazın zəhmət olmasa. Dostlar, mən ultra mühafizəkar insan deyiləm. Demirəm ki, bütün qadınları zorla başı bağlanmalıdır, niqaba salınmalıdır və s. Bu, hər kəsin öz azad istəyi ilə olan bir şeydir. Onsuz da görürük ki, qonşu ölkədə zorla baş bağlanması hansı yolları gətirib çıxarır. Artıq qadınlara etiraz edirlər, saçları görsənir. Yəni, saç görsənsə day nə oldu? Zorla heç nə olmamalıdır. Mən sekulyar insanım. Amma ailə dəyərlərinin qorunması məsələsində bir nömrəli mühafizəkaram. Hər şey dəyərdən düşür get-gedə, özünüz görürsünüz. İnternetlə də bağlanmaq doğru deyil təbii ki. Əgər biri internetdə korlanırsa, demək korlanma potensialı var imiş. İndiki dövrdə demək olar hamı internetdən istifadə edir. Korlansaydı, hamı korlanardı. İnternet sadəcə bir çoxlarının iç yüzünü ortaya çıxarır. İndi deyəcəksiniz ki, bu da pisdir. Xeyr, pis deyil. Məsələn, internet olmasaydı bu qızların iç yüzünü biz bilməyəcəkdik. Bəzi insanların iç yüzünün ortaya çıxarılması məncə pis bir şey deyil. Bəlkə də həqiqətən internet olmasaydı hansısa bir yaxşı oğlan bu qızlardan birini bəyənib, ədəbərkanlı bilib özünə xanım eləyəcəkdi. Sonra bu qız yenə iç yüzü çıxacaqdı ortaya. Nəsə qoydu kənara. Amma onsuz da bir lox tapılacaq bunları alıb özünü arvad eləyən, bu mütləq olacaq. Bu kimi qızların iç yüzünü bilməyənlər də var təbii ki. Qoy bunlar özlərini ifşa eləsin ki, hansısa yaxşı oğlanın həyatı məhv olmasın. Bu düşüklük eləyən oğlanlara da aiddir. Narkomanından tutmuş, aviyə, jizvaram, avaralıq eləyənlər filan. Yəni qızlar da görsünlər ki, kim kimdir təbii ki. İnternet sayəsində. Demək ki, internet yaxşı şeydir. Əxlaq təkcə paça arasında olmur dostlar. Davranışlar da əxlaqlı olmalıdır. Yemək yemək şəkildə, küçədə gəzmək şəkildə, danışıq tərzi də. Əxlaq təkcə paça arasında deyil. Yəni, bunu eləyim, amma paçamı qoruyum, bu əxlaqlı bir şey deyil. Yəni, bu hərəkətlərlə əxlaqlı olunmur. Ona görə də diqqətli olun, qız uşaqlarınızı, oğlan uşaqlarınızı qoruyun. Bu kimi cırcındırlara qoşulmasınlar. Sonda isə onu demək istəyirəm ki, bu kimi hərəkətləri eləyib, fəxrlə paylaşan qızların atalarına və qardaşlarına papaq arzulayıram.